Seva, neçə eviniz var Bakıda? Bu dəbdə axı, bu təzə bir trenddir. Neçə evin var? Olmasa da bas geçsin 15 dənə də. Şimdi yalandan, hə? Dinə 15 dənə burada var, 10 dənə Moskvada var, 8 dənə Türkiyədə var. Dinən Vallahi də. yoxdur. Ben tam səmimi deyim. Hal-hazırda nəyimiz varsa bizi qane edir. Amma nə eviniz var? Xırdalanda bir eviniz nağdı var. Şükür Allaha varımızdır. Bir dənə ev şəhərdə varınızdır, özünüz almışsınız deyə ona görə deyirəm. Bir də bağınız var, düzdürmü? Mən İki sizə tam üstəgəl səmimi bir deyim. bax. Yəni biz bu həyata bir dəfə gəlirik. Aha. Və düşünürəm ki, o altıma yığmaqla deyil. Ara sıra bir də gördün efirlərdə çıxıb deyirlər. Mən o qədər toya gedirəm, o çantanı özümə ala bilmirəm, amma mən o çantanı özümə alıram. Mən o geyimi özümə alıram. Evlər bugün o qədər mi vacibdir bizə Pərviz? Bugün biz çıxıb Bu maddiyatımızdan nə danışaq. mövzudur? Mən Sənin neçə düşünmürəm. evin var, Yəni, mənim neçə. bu Allah biraz, da hamısının etik məsələ sağlıqlı deyil həyatını də. nəsib eləsin. Mən necə soruşa bilərəm ki, Toliksən ayda nə qədər qazanırsan? Etik deyil axı. Bu sənin əziyyətindir və onun bəhrəsini Yox, mən görürsən. soruşuram, necə soruşuram ikizlərdən? Çünki onların pokolenyası qızlar, düz sevirlər onlardan yox. Yəni bu təzə tandemdir, bu nədir? Mən bu trendi